Herkes salam dostlar, necəsiz? Bugün sizlərlə bir yerdə yeni aldığım məhsullarla makyaj edəcəyik. Hazırsa videoya başlayaq. İlk öncə dostlar, üzümüzü nəmləndirək. Bu arada bundan da əvvəl C vitaminli serumdan üzümü silmişəm. Garnier'in C Belə bir özümə sponj almışdım. Makyaj yaymaq üçün Koreyalıların istifadə etdiyi sponjlardandır. Və belə bir tonel almışam. Mən əvvəllər bu toneldə istifadə edirdim və üzümün səpkili olmadığı vaxtlar istifadə edirdim və üzümə düşürdü. İndi təkrar başlayacaq, görə üzümə yerə düşəcəyimi. Yüzünüzə vurduğunuz zaman dərinizin tonuna görə uyğunlaşır. Örtücülüğü zayıftır. Zaten bu BB kremdi dostlar. Ona göre de örtücülüğü zayıftır. Bu sponja demiyorlar ki çoxunu həzm etdiyi üçün üzümə qalmır yani. Bence bu yaxşı değil. Ben bunu biraz ıslatmışam. Qatdı. Bizim için göz bandı almışdım. Əvvəllər bu saç bandanasını istifadə edirdim və mən yuxu rejimi pozulduğu zaman bunlardan istifadə edirəm. Gözümü bağlayıb rahat bir şəkildə yata bilirəm. Əgər sizdə də yuxu problemi varsa, məncə göz bantlarından istifadə edə bilərsiniz. Bunu 1 manata almışam. Bu arada ən sadəsi buydu. Bunun labubulusu var idi, Hello Kitty'si çok qarışıqları var idi. Ən sadəsi buydu. Yəni ona görə yargılamayın, mən xahiş edirəm. Yani en sade buydu. Bu da yaxşıdır. Biraz rezin uzundur. Taxdığınız zaman yine de açıqlıq qalır. Ama yine de pis değil. Yani yattığımız zaman rahat bir şekilde yuxuya gedə bilirəm. Almıştım. Səpkilərim üçün belə bir bant almıştım. Alivia'dan almıştım. Göstərdiklərim hiçbir reklam değil bu arada. Bunu Alivia'dan almıştım. Burada büyük bir səpki var idi üzümün bu qismində. Bunu onun üstüne yapıştırdım ve içindeki bütün çirki götürdü. Qabarıq büyük bir səpki idi. Bütün çirki götürdü. Hal-hazırda yatışmış formadadır bu şekilde diyelim. Bir de buradaydı. Şey yarayır. Sadece qiyməti 10 manatlıq. Qiyməti məncə biraz bahadır. 3 nömrəli belə bir konsilerini almışam. Bunu istifadə edəcəm göz altlarıma. Bu orijinaldır. 3 manat 50 qəpikdir. Və örtücülüyü olduqca yaxşıdır. Barmağımla yayacağım. Bu cür fırçanı yayacağım. Qara qələm istifadə edəcəm. Belə bir qara qələm almışdım. Bu deyəsən orijinal değil. Mən bunu kosmetika mağazasından almışdım. Qiymətini xatırlamıram. Gözümün üzerine çəkəcəm. Qaşımızı dolduraq. Belə bir